Salam mənim canlarım, mənim kanalıma xoş gəlmisiniz. Hər birinizi salamlayıram, hər birinizə can sağlığı arzulayıram və təşəkkür edirəm. Əziyyət çəkib vaxtınızı ayırıb mənim videolarıma baxdığınız üçün. Allah hər birinizdən razı olsun. Mən bu günlərim samsa xəmir hazırlayıram, samsa bişirmək üçün. 1 kiloqram una, 1 dənə yumurta əlavə elədim. 100 ml silviçli yağ, 200 ml süd, 200 ml də su götürmüşəm. Mən indi xəmiri başlayıram yoğurmağa. Xəmir nə çox bərk, nə çox yumşaq olmamalıdır. Привет, дорогие гости моего канала. Сегодня я готовлю очень вкусную самса. Для теста я взяла килограмм муку, 1 яйцо, 100 мл сливочное масло, 200 мл молоко и 200 мл теплую воду. Тесто у меня бездрожжевое. Разрыхлитель, soda, дрожь, nичего не добавила. Canlarım mənim, mən yaddan çıxartdım qeyd eləməyə ki, xəmir duruşsuz. Nə kabartma tozu, soda, droş, heç nə əlavə olunmur bu xəmirə. Xəmiri yoğurdum. Yarım saat dincəldəndən sonra indi başlayıram xəmiri kündələməyə. Mən xəmirləri kündələdim. Üstünü örtürəm, qalsın biraz dincəlsin. İçliyi başladım hazırlamağa. İçli üçün mən kilo yarım ət götürmüşəm, çəkilmiş ət qıyma. 5 dənə soğan, 5 dənə kartoşka, bir başda sarımsaq. Hamısını xırda-xırda doğradım, kubik-kubik. Əlavə elədim ətin üzərinə. Pripravalardan, ədviyalardan əlavə eləmişəm. Ev acikası, sarı kök, zirə, rozmarin, timyan, duz və stod. Yaxşı qarışdırdım. İndi başlamışam yuxamızı yaymağa. Xəmirim çox əla çıxıbdı. Nə çox bərk, nə çox yumşaq xəmirdir. Qəşəng sredni xəmir çıxıbdı. İndi yayıram, qəşəng də açılır. Allah hər birinizin qolunuza qüvvət versin, ruzunuz, bərəkətiniz bol olsun. Süfrəniz hər zaman gözəl nemətlərlə dolu olsun. Mən indi hazırlayıram. Mən qarmoşka samsa hazırlayacağım. Bugün çox gözəl, həm də çox dadlı alınır. Möhtəşəm çıxır bu xəmirin samsası. Videoda çox gözəl alınır. Pişirib hazırlayıb yeyənə nuş olsun. Əzizlərim, mən samsanı hazırladım. Üzün yumurtalayıb, küncütləyib qoyacağım sobada pişsin. Самсам mənim hazır. Дорогие мои, наша самса готова. Великолепно вышло.